Sosial media insanların maskasını çıxardı, bilirsən necə? Və profilində paylaşdığın vətən bayrağı, şəhid şəkilləri, gəzdiyin ölkələri və vəzifən səni daha dəyərli və güclü eləyir. Sən tanımadığın birinə yazdığın şərh qədərsən. Hal-hazırda insanlar içlərində gizlətdiyi qaranlığı şərh bölməsinə yazırlar. Daxilən xoşbəxt ola bilməyən, həyatı ilə barışmayan, özünü uğursuz hiss edən insanlar başqasının parladığını görəndə içindəki qəzəbi hərəkətə keçirirlər. Sosial mediada ən çox bilirsiniz kimlərə nifrət edirlər? Öz fikri olan insanlara, öz həyatını yaşayan, cəsarətli insanlara. Bilirsiniz tərbiyəsizlik nədir? Fikir bildirmək adı ilə hörmətsizlik eləməkdir. İnsanları alçatmaqdır, tanımadığın bir insanın görünüşünə lağ eləməkdir. Özünü ağıllı göstərmək üçün başqasını utandırmaqdır. Başqasını alçatmaqla özünü böyük hiss edənlər öz həyatlarında heç bir üstünlüyə malik olmayanlardır. Düzdür, bəzilərinin profilində vətən var, amma içlərində nə mərhəmət, nə insanlıq, nə empatiya, nə də tərbiyə yoxdur. Ona görə də sosial mediada gördüyünüz hər nifrəti şəxsi qəbul eləməyin. Bəzən insanlar sizin şəklinizə, sözünüzə yox, öz daxillərindəki boşluğa reaksiya verirlər. Özü ilə problemi olmayan insan başqasına nifrət püskürməsin. Sosial mediada çox insan danışır, amma çox az insan düşünür. Hamı fikir bildirir, amma çox az insan qalır. Və sənin də necə insan olduğunu profil şəklin deyil, başqalarına yazdığın şərh göstərir. İndi də görüm nə qədər insanı söymüsən, nə qədər insanın xətrinə dəyib, nə qədər insanı qırmısan.